Beynəlxalq Əmək Təşkilatının 156 və 131 nömrəli konvensiyalarda, eləcə də beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda əmək qanunvericiliyi təkmilləşdirilib. Bu barədə Today Press TV-yə açıqlamasında əmək hüququ üzrə ekspert Etibar Qarayev məlumat verib. O bildirib ki, yeniliklər Beynəlxalq Əmək Təşkilatının 156 və 131 nömrəli konvensiyalarının tələblərinə uyğun hazırlanıb və əmək münasibətlərinin müasir çağırışlara uyğunlaşdırılmasını hədəfləyir. Vəkil əlavə edib ki, məcəlləyə ezamiyyət anlayışı da əlavə olunub. Yeni redaksiyaya əsasən işə götürən işçini xidməti zərurətlə ezamiyyətə göndərə bilər və bu zaman işçinin razılığı tələb olunmur. Ekspert vurğulayıb ki, dəyişikliklər hərbi xidmətlə bağlı qanunvericiliklə əmək məcəlləsi arasındakı ziddiyyəti də aradan qaldırır. Stat: Belə ki, hərbi xidmətə çağırılma ilə əlaqədar əmək müqaviləsinə xitam verilən şəxslərə ödənilən kompensasiya aylıq orta əmək haqqının 3 misli məbləğində müəyyən edilib. Məzuniyyət hüquqları ilə bağlı yeniliklərə gəlincə, artıq işçilərə ödənilən məzuniyyət haqqı onların sonuncu əmək haqqından az ola bilməz. Eyni zamanda 46 gün əmək məzuniyyəti hüququ olan şəxslərin siyahısı genişləndirilib və 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilər də bu kateqoriyaya daxil edilib. Statın sonu. Etibar Qarayev qeyd edib ki, əmək məzuniyyəti dövrünə təsadüf edən bayram günləri, ümumxalq üzün günü və səsvermə günü artıq məzuniyyət günləri hesab edilmir. Həmin günlərin sayı qədər məzuniyyət müddəti uzadılır. Qurban və Ramazan bayramlarının digər qeyri-iş günləri ilə üst-üstə düşməsi halları da ayrıca tənzimlənir. Ümumilikdə bu dəyişikliklər əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, işçi hüquqlarının daha effektiv qorunmasına və əmək münasibətlərində çevik hüquqi mexanizmlərin formalaşdırılmasına xidmət edir. Xatırladaq ki, Prezident İlham Əliyev əmək məcəlləsinə 3 əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib. Bunlar beynəlxalq əmək standartlarına uyğunlaşdırma, müasir əmək münasibətlərinin tənzimlənməsi və işçilərin sosial və hüquqi müdafiəsinin gücləndirilməsidir. Türkan İskəndərli, Namiq Abbasov, Today Press TV.